Salam əziz insan, Aydınlanma kanalına hoş geldin. Gel birinci dua eləyək, ondan sonra mövzuya başlayarıq. Allahu la ilahe illa huvel hayyul qayyum la tehuzuhu sinetun ve la nevm lahu ma fis semavati ve ma fil ard men zellezi yeşfe'u indahu illa biizni ya'lemu ma beyne eydihim ve ma halfahum ve la yuhitun bi şeyin min ilmihi illa bima şa'a vesiye kursiyuhus semavati vel ard ve la yeduhu hifzuhuma ve huvel aliyyul azim. Allah qəbul eləsin. İndi mən nədən danışmaq istəyirəm? Bir çox şeydən danışmaq istəyirəm və Tanrının sahibi olmamağından danışmaq istəyirəm. Birincisi belə bir şey deyim. Sən bu cəmiyyətdə, toplumda yaşayırsan deyə, uşaqlıqdan burada yaşayırsan deyə, sənə hədiyyə olaraq bu cəmiyyət tərəfindən bir mənlik hədiyyə edilib. Yəni sən bu cəmiyyətdə yaşamasaydın, doğulmasaydın, uşaqlığın məsələn heyvanlar arasında keçsəydi, sən ya Mauqli olacaqdın, yaxud da ki Tarzan olacaqdın, ikisindən biri. Və sonradan səni bu cəmiyyətə, bu topluma inteqrasiya etmək mümkün olmayacaqdı. Burada yaşayırsan deyə ailəndən, aldığın tərbiyədən, yaxınındakı, ətrafındakı insanlardan bir mənlik oluşturulur. Məcburiyyət qarşısında qalır beyin və bu mənliyi oluşturur. Və bu beyin mənliyi oluşturub deyə bu mənliyi hər zaman təsdiqləməlidir. Çünki mənlik toplumda təsdiqlənməsə psixika bunu hər bir, yenə deyirəm, psixika mənlikdən asılı deyil. Çünki mənlik belə deyim, çox canlıda yoxdur, amma psixika mövcuddur. Məsələn, pişikdir, itdir, quşdur, başqa canlılarda, onlarda psixika mövcuddur, amma mənliyə ehtiyac yoxdur. Bizdə isə bu mənlik bir fərd olaraq, bir individ olaraq, bir şəxsiyyət olaraq toplumda fəaliyyət göstərmək üçün mövcuddur. Və bir çox insanlar bu mənliyin içində nəyi təsəvvür edirlər, nəyi görürlər? Onların mənlikləri nədən ibarətdir? Adlarından, tutduğu vəzifədən, yaşadığı ölkənin hansı ölkənin vətəndaşı olmağından, hansı adət-ənənələrə sahib olmasından, biliklərindən, yığdıqlarından, saydıqlarından, yaşadığı tarixçədən, ağrılarından, acılarından, əzablarından, gördüklərindən, görmədiklərindən, xəyallarından, təsəvvür etdiklərindən, etmədiklərindən ibarətdir. Və psixika məcburiyyət qarşısında qalıb hər zaman elə edir ki, sən egoyla, yəni mənliklə, ego latınca bərabərdir mən, sən hər zaman bu mənliyi təsdiqləmək məcburiyyətində qalırsan. Toplum səndən tələb eləyir ki, sən ona uyğun olub, hər zaman öz mənliyini onun sənə təqdim elədiyi konseptual çərçivələrdə təsdiqləyəsən. Məsələn, sən məktəbə gedirsən, misal çəkirəm, məktəbə gedirsən, dərs deyirlər sənə. Sən əlini qaldırırsan, cavab verirsən, 5 qazanırsan. Və toplumun bu konseptual çərçivəsində özünü əlaçı şagird kimi, gözəl şagird, tərbiyəli şagird kimi sübut edirsən. Və beləcə sənin həm egon təsdiqlənir, həm egon güclənir, həm də ki sən bu cəmiyyətə daha çox bağlanırsan. Amma o biri tərəfdən də sən unudursan ki, bu cəmiyyət yalandır, bu dünya yalandır, dünya keçicidir, dünya fanidir. Dünya deyəndə mən yer planetini, yer kürəsini nəzərdə tutmuram. Mən insanların yaratdığı dünyanı nəzərdə tuturam. Çünki insanların yaratdığı dünya tamam fərqli bir dünyadır. Dikotomiyadan, diskursivlikdən, Zərdüşt peyğəmbərin yaratdığı ikilikdən və ikiliyin bir-biri ilə mübarizəsindən, ideyaların bir-biri ilə sənin şuurunda qarşı durmasından yaranan bir dünyadır. Və dünyadan asılı olaraq sənin mənliyin də dəyişəcək, sənin psixikan da dəyişəcək.
Sən orta əsrdə yaşasaydın, sənin üçün daha rahat olacaqdı. Çünki Quran yeganə kitabdır. Başqa dinlər cahillikdir, kafirlikdir, ehtiyac yoxdur. Ətrafındakı insanlar da yalnız bir dildə danışır. Vəssalam. Və sənin psixikan üçün, şuurun üçün, hər bir şeyin üçün bu rahatdır, əladır. Amma müasir qloballaşmış dünyada hər şey çətinləşib. Ateizm var, məntiqdən istifadə edilir. Görürsünüz, artıq insanları süni intellektlə, kütləvi informasiya vasitəsilə, kivlə və yaxud da ki, nədir onun adı, hakerliklə aldatmaq olur. Girirsən kiminsə telefonuna, hansısa məlumatı götürürsən və aldadırsan. İnsandan qisas almaq üçün keçmiş zamanlarda gərək sən ya ondan güclü olmalıydın, dalaşmalıydın, savaşmalıydın ondan. İndi isə içini götürürsən onun şəklini, onun haqqında video çəkirsən, onu videoya çəkirsən, yaxud da ki, hakerlər istifadə eləyir, nəsə tapır onun telefonunda və ya 2005-ci ildə keçirilən qara kəmər əməliyyatındakı kimi ya pul tələb eləyir, ya başqa şeylər tələb eləyir və s. Məsələn, bu günlərdə həmin Instagramda yayılan videoların birində bir hadisə baş vermişdi. Yəni, həmin sürücü hamilə qadını sanki saxlamadı və ona görə cəzalandırıldı. Biabırçılıq ondadır ki, mən şərh yazmışdım ki, sən o kişini söyə bilərdin, onu təhqir eləyə bilərdin. Bəli, elədiyi düz deyil, amma onu telefona çəkib, onu biabır eləmək, bir səhvinə görə screenshotlar edib, bu screenshotları hər yerdə paylaşmaq nə dərəcədə düzdür? Əvvəlki zamanlarda insanlar bir-birlərini polisə vermirdilər. Çünki düşünürdülər ki, problemləri biz özümüz öz aramızda həll etməliyik. Niyə bunu polisə çatdırmalıyıq ki? Niyə şikayət eləməliyik ki? Çünki bu kişilikdən, qeyrətdən, namusdan deyildi. İndi isə həm qadın, həm kişi telefona çəkir, ən çox da bunu qadınlar edir. Telefona çəkirlər, şikayət edirlər, sosial şəbəkədə yaxşı, polisə verdin bir tərəfə. Sən bunu niyə sosial şəbəkədə paylaşırsan? İndi deyəcəksən ki, ədaləti bərpa eləmək istəyirsən. Yox, sən qisas almaq istəyirsən. Və beləcə də sən qisas alırsan. Və nə oldu, sən yaxşı insan idin? Gözəl toplumda, gözəl Azərbaycanda yaşayırsan. Hamının yaxşı olduğu insanların əhatəsindəsən. Gözəl millətdir, gözəl yalandır. Gözəl yalandır. Belə, yəni insanları kütləvi şəkildə aldadırlar. Artıq birinci, digər insanlar sənə nəzarət edirdi, tarix belə gedir. Sonra Allah sənə nəzarət eləməyə başladı. İndi isə digər insanlar da aradan qaldırılıb, Allah da aradan qaldırılıb. Yəni, ikisi də eyni fəlsəfədir. Və indi sənə kameralar nəzarət edir. Yəni, Allahı kameralar əvəz eləyib hər yerdə. Və sən də telefona çəkirsən və düşünürsən ki, telefona çəkməyin düzdür. Kimisə biabır eləməyin, kimisə çəkməyin düzdür. Polisə müraciət eləməyin, şikayət eləməyin, ərizə yazmağın düzdür. Amma bu düzgün deyil axı. Amma zəmanə dəyişir. Çünki indiki dövrün insanlarında insana hörmət eləmək, insanın, digər insanın öz ruhuna, aləminə, onun insanlığına hörmət etmək deyə bir şey qalmadı. Digər insana biz artıq sadəcə bir funksiya kimi baxırıq. Onun insaniyyətini, insanlığını biz görmürük. Onsuz da küçələrdə, mağazalarda, çoxlu sayda bax belə gəzən insanlar var. Yolda gedirsiniz, görürsünüz, insanların 90%-i bax belədir. Heç nəyin fərqində deyil. Yaxşı, bu qulaqcığı, nauşniki niyə taxırsan? Ətraf aləmdən uzaqlaşmaq üçün də. Amma sən anlamırsan ki, sən kimisə problemə sala bilərsən. Sən egoizmin içindəsən. Bax, biz hamımız metafizik qulaqcıqları götürmüşük, taxmışıq başımıza.
və görmürük. Heç kəsə eşitməyi görmürük, eşitmirik. Başqasının dediyini biz eşitmirik, eşidə bilmirik. Bizim mənliyimiz yalandan ibarətdir. Araşdırılmadan, onun kökəninə varmadan siz onun içində bir şeyin olduğuna, bir real gerçək məfhumun olduğuna, toxuna biləcəyiniz məfhumun olduğuna inanırsınız. Amma əslində onun içində boşluqdan başqa bir şey yoxdur. Məsələn, mən video çəkdim də bu həyatın mənasızlığından qurtulmaq. İnsanlar yenə də anlamadı. Mən nəyi deyirəm? Mən deyirəm ki, həyatın mənasını axtaran və yaxud da ki, həyatın mənasızlığından əzab çəkən mənliyi aşkarlamaq lazımdır. Subyekti. Burada subyektiv idealizmdən də söhbət getmir. Çünki subyekt deyəndə sən başa düşürsən ki, sanki sənin içində bir subyekt var. Sanki bu mənliklər yalandır, amma bir mənlik var içində. Bu üstün mənlik deyilən bir şey də yalandır. Sənin içində heç bir mənlik yoxdur. Nə baş verirsə öz-özündən baş verir, öz-özünə yaranır. Mən demişəm. Sizin şuurunuz psixoloji şuurdan söhbət gedir. Təbii şuurunuz bərabərdir, sinonim ruh demək. Bax, bu ruhdur, ruh deməkdir. Şuurunuz güzgü kimidir. O hər şeyi əks eləyir. Siz güzgünün qabağından keçirsiniz, o əks eləyir. Nəsə yazırsınız, əks eləyir. Bildiniz? Baxın, bu güzgünün içindən yaranılır, çıxır və əks edilir. Və Dzogchen deyir ki, öz-özünə azad olur. Əgər bir fikir yarandısa, gəldi də, sən o fikri diqqətlə izləsən, onun kökənini görsən, o yox olacaq. Çünki onun mahiyyəti, materialı boşluqdan ibarətdir. O gerçək deyil, o anlam daşımır, o məna daşımır. Amma sənin yapışan diskursiv ağlın, mövcud olmayan, o da gerçəkçi deyil. Ağlın, mənliyin. Bax, bu öz-özünə yaranılan boş təbiətdən, təbiəti boş olan fikirlərdən yapışır, onları mənimsəyir və onlar vasitəsilə özünə piramida kimi bir mənlik yaradır. Mənliyini ya gücləndirir, yaxud da ki, mənliyini genişləndirir. Amma kökəndə, kökdə nə bu mənlik var, nə də ki, heç bir bu fikirlərin, düşüncələrin sənə aidiyyatı yoxdur. Sən təmiz bir güzgüsən. Vəssalam. Sənin təbiətin təmiz güzgüdür. Sən nəsənsə, açar sözü deyirəm həmişə. Onu görmək olmur. Sən nəyi görürsənsə, o sən deyilsən. Sən özünü görə bilmirsən. Ona görə deyilir ki, özünü dərk eləməyin sonunda öz olmamağını anlamaqdır. Özünü dərk edə bilməyəcəyini görməkdir. Çünki güzgüdür də, sən güzgüdə əks olunanı görə bilərsən, düzdür? Sən güzgünün özünə görə bilmirsən ki, güzgü hər dəfə nəyisə əks eləyir, əks eləyir. Əbədiliyi, sonsuzluğu, karmanı, reinkarnasiyanı, fikirləri, düşüncələri, emosiyaları, acığı, qıcığı, nifrəti, paxıllığı, qısqanclığı, sevgini əks etdirir. Güzgünün təbiəti mərhəmətli olmaqdır. Əks etdirir. Amma sən güzgünün özünü heç cürə görə bilmirsən. Düzdür? Onda gərək nəsə əks olunsun da sən o əks olunanı görəsən. Və Dzogchen deyir ki, iki səhv var. Baxın, Adəmin, Həvvanın almanı yeməsi mifologiya olsa da həqiqət əks etdirir. Zərdüştdə də bu var, İslamda da bu var. Amma bunu daha dəqiq, daha fenomenal olaraq Dzogchen başa salır. İndi mən sizə deyirəm, diqqətlə qulaq asın. Cahillik nədən yaranır? Kökəni, cahilliyin kökəni nədədir? Baxın, bu güzgüdə hər şey əks edilir.
Yaxud da ki, belə deyək, sadə dillə başa salaq. Bir, siz oturmusunuz, yəni daha dəqiq aydın başa düşəsiz deyə bu Dzogchenin həqiqətini. Oturmusunuz, televizorda filmə baxırsınız və siz bilirsiniz ki, bu filmdir, düzdür? Amma birdən balaca səhvə yol verdiniz və filmdəki personajla birləşdiniz. Vəssalam. Onda cəhənnəm başladı. Artıq narahat olmağa başlayırsan, qıcıq olmağa başlayırsan, əsəbləşirsən, qorxursan, ölüm qorxusu gəlir sənə. Mən öləcəm, bu personaj öləcək, bu öləcək, bu olmayacaq. Amma səhv ondadır ki, sən əvvəlcədən artıq düz yola girmədin də, sən götürdün, bax bu əks olunanı özünkü hesab elədin. Sən anlamadın ki, bu sadəcə əks olunur, bu yoxa çıxacaq, bu indi var, sonra yoxdur. Yəni bu öz-özünə baş verir. Tanrının sahibi yoxdur, hər bir şey öz-özünə baş verir. Fikirlərin, düşüncələrin, emosiyaların sahibi yoxdur. Onları heç kəs sahiblənmir. Hətta onları mənimsəyən, belə əlini atıb onları tutmağa çalışan bir mənlik belə yoxdur. Yoxdur deyə, bunların təbiəti boşluqdan ibarətdir deyə, bunların sahibi də yoxdur. Öz-özünə baş verir. Sənin sahibin yoxdur. Allahın sahibi yoxdur. Hər şey öz-özünə baş verir. Sadəcə əks edilir, yoxa çıxır, gedir. Amma sən bütün diqqətinlə Rabiə Ədəviyyənin dediyi kimi, bütün diqqətinlə bu işıqlı dünyadasan deyə itmiş iynəni hüzuru, iynə hüzurdur. Sən burada axtarırsan, işıqlı dünyada. Qaranlıqda axtarmırsan, yəni öz içində. Çünki sənə elə gəlir ki, ora qaranlıqdır, orada heç nə yoxdur. Ora cəlbedici deyil, bura cəlbedicidir. Və bu dünya, bu aldanılmış, aldadıcı, fani, yoxa çıxan dünya hər zaman, hər dəfəsində, hər gün, hər birimizi aldadır. Və biz zehnimizdən keçən fikirlərin fərqində olmuruq deyə, zehnimizin bizə təqdim etdiyi egoist məqsədlərin dalıca qaçırıq deyə özümüz də bilmirik nəyi edirik. Bax, maşın almaq, istəmək və Allaha çatmaq eyni egoist məqsədlərdir. Hüzurlu olmaq, sakitləşmək, qıcıqlanmamaq, xoşbəxt olmaq, egoist məqsədlərdir. Kimə lazımdır bu məqsədlər? Hansı mənliyə lazımdır? Özünə bu sualı ver də. Mən kiməm? Bax, bu xoşbəxt olmaq istəyən mənlik kimdir? Hər zaman sakit olmaq istəyən mənlik kimdir? Sorğu-sual eləmədən bizə təqdim edilən bu məqsədləri biz götürürük və onları reallaşdırmağa, gerçəkləşdirməyə çalışırıq. Əslində isə anlamırıq ki, onlar boşdur, mənasızdır və bizi heç nəyə gətirib çıxarmayacaq. Necə ki, sən gedirsən, maşın alırsan, bir gündən sonra görsən ki, əhəmiyyəti yoxdur. Eləcə də sən düşünürsən ki, sən sakitləşəndə, qıcıqlanmayanda, artıq emosional, negativ reaksiya verməyəndə sən rahat olacaqsın. Elə şey olmayacaq. Sən kim rahat olmalıdır, kim nəyəsə çatmalıdır? Mən Allahdan uzaqlaşdım, mən Allahdan düşdüm. Kim düşdü, nə düşdü? Gördünüz mü? Mən onu dedim ki, marikba, rikba böyük kamillikdir, marikba böyük cahillikdir. Cahillik nədir? Sən əks olunanı, real olmayanı, gerçək olmayanı şey kimi qəbul edirsən. Real bir şey, mövcud olan, toxuna biləcəyin bir şey kimi qəbul edirsən. Sənin bədənin belə atomlardan, kvarklardan, bazonlardan, müzonlardan ibarətdir. Onlara toxunmaq olmur, onları görmək olmur. Sizə elə gəlir ki, atomlar hər yer şeydir.
Görürsünüz elektron modeli var. Göyə 1-2 dənə elektron. Elektron daima hərəkətdədir. Bunun içinə nə qədər girsən orada boşluq var. Sənin bədənin belə boşluqdan ibarətsə, sən özün nəsən, kimsən? Bax, mən ona görə hər dəfəsində səni özünə yönəldirəm ki, sən görəsən ki, sənin özündən xəbərin yoxdur belə. Sən düşünürsən ki, sən bu dünyada müdriksən, sən uğurlar qazanmısan, sən nələrsə qavramısan, nələrsə oxumusan. Amma sənin özündən, əziz insan, heç bir xəbərin yoxdur. Sən kim olduğunu bilmirsən. Bu mənliyin nə olduğunu, nədən əmələ gəldiyini, nəyə bağlandığını bilmirsən, sorğu-sual eləmək istəmirsən. Sən fəlsəfədən çıxış edirsən, məntiqdən çıxış edirsən. Amma mən dəfələrlə dedim ki, fəlsəfə dili ilə, məntiqlə sənə təqdim elədiyim, bax bu videoda təqdim elədiyim həqiqətlərin heç birisini sən qavraya bilməyəcəksən. Sən anlaya bilməyəcəksən. Çünki bunlar gerçək deyil. Dedim axı, sənin ağlına gələn fikrin dalıca sən qaçanda sən onu mürəkkəbləşdirirsən. Sən onu böyüdürsən. Sən onu reallaşdırırsan. Və o artıq sıxılmış, daşlaşmış bir şeyə çevrilir. Əslində boş olan, mahiyyəti boş olan bir şey sən daşlaşmış bir şey hesab etməyə başlayırsan və o artıq sənə ağrı verir, acı verir. Niyə görə? Çünki bu boş idi, əhəmiyyətsiz idi. Sən onu daşlaşdırdın. Onun dalıca qaçmaqla, ona fikir verməklə və sizin iblisani ağlınız, diskursiv ağlınız hər zaman zəhəri necə ürəyə vururlar, o da sizə hər zaman bax bu fikirləri verir ki, sən rahat oturmayasan. Çünki bu fikirlərlə, bu fəlsəfə ilə, məntiqlə, mədəniyyətlə, incəsənətlə, problemləri həll etməklə sən uğraşanda, sən hər zaman ən vacib olan bir şeyi unudursan ki, bunlar əks edilir, bu güzgüdür. Bunun əhəmiyyəti, mahiyyəti yoxdur, bu boşluqdan ibarətdir. Sən bunun fərqinə varmırsan. İnsanlar bunun fərqinə heç cürə vara bilmir. Bax, bir fikir gəlir. Onun sahibi varmı? Onu kim yarattı? Onu heç kəs yaratmadı. O öz-özünə yarandı. Onun sahibi yoxdur. Baxırsan, o çıxıb gedəcək. Yoxa çıxır. O olmayıb heç. O heç olmayıbdır. Necə ki, ən böyük həqiqət ondan ibarətdir ki, heç vaxt, heç nə, heç kimsə olmayıb. Və sən öləndə bu həqiqətlə qarşılaşacaqsan. Ki, nə bu dünya mövcud olub, nə sən mövcud olmusan, nə trilyonlarla illər, milyardlarla illər, kuantum fəlsəfəsi, planetlər, galaktikalar və s. Heç vaxt heç nə olmayıb. Çünki bu güzgüdə hər şey sadəcə əks edildi. Vəssalam. Və sənin hüzurun, mən niyə hüzura fikir verirəm, diqqət yetirirəm, önəmli olan meditasiyada, praktikada qazanılmalı olan yeganə bir şeydir. Hüzur fikirdən, mən fikrindən, mən düşüncəsindən, emosiyadan əvvəl gəlir. Məsələn, oturmuşsan, praktika edirsən. Mən özüm pis hiss edirəm. Hiss gəlir, fikir gəlir. Bu kimdir, bu nədir? Bunun fərqində kim var? Kim bunun fərqindədir? Kim deyə sual veririk, amma onu da anla ki, fərqindəliyin sən olan, əsl sən olan fərqindəliyin, diqqətlə qulaq asın. Əsl sən olan fərqindəliyin sahibi yoxdur. Burada mənə ehtiyac yoxdur, mən deyə bir şey yoxdur. Bunun kökənində, hər bir şeyin kökündə boşluq var. Mən deyə subyekt yoxdur burada. Necə ki, obyektlər yoxdur, burada subyektlər də yoxdur. Yaxşı, mən hiləgər ağıl belə deyir. Onda mən güzgüyəm. Və yenə də özü-özünü aldadır, deyir ki, yox, mən subyektəm, mən güzgüyəm. Mən oradayam da, mən güzgü kimi yaşayıram, mən əks etdirənəm. Elə deyil, sənə ehtiyac yoxdur, sən heç yoxsan.
Bu yoxluğu bir fəlsəfəyə çevirən iblisani ağıl da var. Hə, mən yoxam. Nə yaxşı. Mən yoxam. Mən deyə bir şey yoxdur. Lap yaxşı. Mənimsədi, yenə səni aldatdı və sən ona inanmağa başladın. Bu uzun bir prosesdir. Araşdırma, axtarır, zehnin diskursiv ağlın necə işlədiyinin fərqinə varmaq lazımdır. Bunun üçün də məsələn Həqiqətin Özü adlı kanalda praktika var. Burada praktika vermişəm. Trekço praktikası vermişdim. Kəsmə. Budizm terminində kəsmə deməkdir. Yəni hər bir fikrə, düşüncəni şey edirsən. Müşahidə eləmirsən. Fərqindəliyi tutmağa çalışırsan. Hüzuru tutmağa çalışırsan. Və sən görəcəksən ki, hüzuru heç kəs yaratmayıb. Hüzur. Ölümün, olmağın, olmamağın, mövcudluğun, boşluğun, faniliyin, varlığın ötəsindədir. Hüzur hər bir şeyin fövqündədir. Fövqündədir hər zaman. Sən hər bir şeyin, sənin əsl təbiətin. Yenə deyirəm, bu sözlərdən istifadə edirəm, amma məni düz anlayın. Sən deyəndə mən bir subyekti nəzərdə tutmuram. Subyekt yoxdur burada. Sənin əsl təbiətin hüzur. Heç zaman burada olmayıb, burada deyil. Sən burada yerləşmirsən. Sənin bu dünya ilə heç bir əhəmiyyətin, əlaqən yoxdur. Bu personaj sən deyilsən. Bu çürüyən bədən, bu məhv olan bədən sən deyilsən. Sən beyin, baş, əzələ, burun, boğaz, ağız, ciyər, ağciyər, qaraciyər, həzm etmə sistemi deyilsən. Dopamin, oksitosin sən deyilsən. Sən təbiətsən, hüzurun təbiəti və bu da sənin ağlının, yəni zehninin əsl təbiətidir. Budda ona görə deyirdi ki, problemi göstərəndə sadəcə bir dəsmal götürürdü, düyünlər vururdu, düyün. Və deyirdi ki, insan belədir. Yəni, sadəcə sənin zehnində olan problemlərə görə, düyünlərə görə, bu elə də vacib bir şey deyil. Sən anlamırsan ki, sən artıq aydınlanmısan. Sən artıq möhtəşəmsən. Və bu öz-özünə yaşanılır. Hər bir şey öz-özünə baş verir. Hər bir şey, hər gün görürsünüz ki, hər bir şey dəyişilir də, düzdür. Bugün bunu anladım, sabah bunu anladım. Bu bilik əhəmiyyətsizdir, bilik vacib deyil. Bu həyat fahişə kimi bir şeydir. Biliyin də əhəmiyyəti yoxdur. Bugün bildiyin sabah dağılacaq. Bilik də bir şeyə dəyməyən bir zibildir. Müdriklük də heçdir. Aydınlanma da heçdir. Özünü dərk eləmə də heçdir. Mən pesimizmdən danışmıram. Negativdən danışmıram. Mən deyirəm ki, bu mənliyin sorğulanması, onun təbiətinin tapılması lazımdır. Təbiəti də onun boşluqdan ibarətdir. Sən boşsan. Əssalam. Bax, mən indi necə danışdım, gördüm, mənim danışdıqlarım 28 dəqiqə ərzində danışdıqlarım hamısı yoxa çıxdı. Boşdur, təbiəti boşdur, yoxa çıxdı, danışıldı, getdi. Yox, haradasa yazıldı, nəsə oldu, yox. Choyjin adlı bir qadın var idi, Saxa Yakutiyada, bilirsiniz, orada budizm formalaşıb, o tərəflərə gedib çatıb. Yəni, bu qadın ölürdü və ölülər dünyasına getdi. Bu kitab oradakı budistlər üçün yazılan bir kitabdır. Qadının sözlərindən yazılmış bir kitabdır. Məhz ölümdən sonraki reallığa inanmayanlar üçündür. Orada nə qədər insan var idi, günahkar idi və böyük bir güzgü var idi. O güzgü hər şeyi əks etdirirdi və böyük kuantum kompüterinə oxşayan bir varlıqlar var idi. Onlar deyirdi insan nəyi, necə, nə üçün eləyib və böyük cəzalar verilirdi onlara. Və hamısı səhvlərinin, elədiklərinin cəzasını alan hamı o qadına bilirsiniz nə deyirdi? Deyirdi, xahiş edirəm, yalvarıram sənə. O dünyaya qaydanda denən ki, bura realdır, gerçəkdir, burada cəzamızı verəcəklər.
Burada bizi məhv eləyirlər, burada bizə işgəncə verirlər. Xahiş edirəm. Bildiniz? Yəni bunlar üçün yazılmış, inanmayanlar üçün. Söhbət inanmaqdan getmir. Söhbət ondan gedir ki, heç o güzgü filan, bu hamısı sənin şuurundadır. Bütün nə baş verirsə hamısı sənin şuurundadır. Sən kiməsə nəsə ədalətsizliklə eləmisənsə, sən vecinə almırsan, amma bu şuurunda qeydə alınır və öləndə sən bunu görəcəksən. Bardo prosesindən keçəcəksiniz. Bax, bu elədiklərin filan var ha, hamısı cəhənnəmə çevriləcək, ağlın cəhənnəmi yaradacaq və bu cəhənnəmin içində sənə işgəncələr verəcəklər. Bax, bu gördüklərin, elədiklərin nə var idisə. Bu insanları iblis formatında, vəhşi canlılar, qorxduğun şeylər formatında görəcəksən. Əvvəlcə Bardoda hər birimizə işıq göstəriləcək. Bax, bu həmin o Rikbanın təmiz böyük kamilliyin işığı. Mavi işıq. Yumuşaq, işıltılı, gözəl. Allah dediyimiz həmin o nur, favor işığı göstəriləcək hər birimizə. Amma insanlar o qədər kordur ki, o işığın öz təbiətləri olduğunu anlamayacaq və ondan sonra bu çıxacaq bu varlıqlar, sənin yığdıqların, o zirzibil filan, hamısı çıxacaq iblis, vəhşi varlıqlar formasında, deyəcək, gəl bura. Bədən yoxdur ki, bədəndə gizlənəsən. Polis yoxdur ki, müraciət eləyəsən, arası qaçasan. Hə? Hara gecəcəksən? Və sən belə eləyəcəksən və birdən-birə ağlında keçən, məsələn, kiminsə arvadı, atası nə isə keçirib, uçacaqsan o reallığa. Orada da görəcəksən, baxacaqsan ki, cütləşən qadın kişiləri görəcəksən və getdin harasa girdin orada başladın yaşamağa. Niyə? Biz bura niyə gəlmişik? Niyə bu yalan içində? Çünki öz təbiətimizdən qorxduq ona görə. Bunlar gəlir bizi qorxudur. Birincisi, bax bu mavi işıq, tərtəmiz, saf işığı tanımırıq. Onu öz təbiətimiz kimi bilmirik. Ona görə Bardoda o Ölülər kitabında deyilir ki, ölən adama demək lazımdır ki, ay qanmaz, ay səfih. Bax o işığı görəcəksən, o sənsən. Və onu da deyirlər ki, baxın, diqqətlə qulaq asın. Bax, bu gördüyün iblislər var, bu cəhənnəm var, sənin ağlının məhsuludur. Sən bunu anlasan, dərk eləsən, fərqinə varsan, bunların sənin içində baş verdiyinin fərqinə varsan, onlar səni heç nə eləyə bilməyəcək, heç nə. Amma sən onların ayrıcı bir şey kimi mövcud olduğunu görəndə, anlayanda, bax, onda dəhşətdir. Bax, yuxuda yatırsan, bax, belə başa salım, yuxuda yatırsan, qabağını şir qaçır. Əgər sən yuxuda olduğunu və bu şirin sənin zehninin məhsulu olduğunu görsən, o şirə baxacaqsan, şir duracaq yerində. Görməsən, onu real gerçək saysan, onun boş olduğunun fərqinə varmasan, o şir gəlib səni yiyəcək, səni əzab verəcək. Bax, bu da eyni şeydir. Görürsən, bax, Bardo kitabı, Ölülər kitabı ona görə vacibdir. Müsəlman aləmi qəbul eləmir, amma bu gerçəklikdir, həqiqətdir. Sən bunu gördün, ha? Bil ki, bunlar sənsən, sən yaratmısan. Amma sən bilmirsən, ona görə bu qorxursan, ego qorxur, ego ölməkdən qorxur, ego mənlik, boş olduğunu, təbiətinin boşluqdan, özünün heç olduğunu görməkdən qorxur, təlaş içindədir. Qorxursan deyə yeni bir gerçəklik, yalançı, illüziya yaranır və bura gəlirsən də, sənin mənim kimi bir reallığa gəlirsən. Sonra da yaşayırsan, əzab çəkirsən, başı belə vurursan, ay Allah, niyə belə oldu, niyə belə oldu? Çünki sən özünü tanımaq istəmədin, ona görə belə oldu. Öz təbiətini bilmək istəmədin, ona görə belə oldu. Və bu Çoydjid adında qadına bu başa salınırdı ki, get qaydora denən ki, bu var, bu reallıq var. Və bu budur. Sən bir çox insan o işığı tanımır. Hamıya göstərilir o işıq. O sənin əsl təbiətin Rikbadır, amma o göstərilir və
tanınılmır sən tərəfindən. Çünki sənin təcrübən yoxdur. Çünki sən məsələn, bax mən indi danışıram, sən anlamırsan ki, bunun dedikləri sənin içində baş verir. Başqa yerdə baş vermir. Və bu yoxdur, bu mövcud deyil. Necə ki, bu yoxdur, sən də elə yoxsan. Amma ego, yenə deyirəm, ego qorxur. Yox olduğunu, mövcud olmadığını görməkdən qorxur, çəkinir. Ona görə biz bu reallıqda elə eləyirik ki, heç kəs bizə bizim yoxluğumuzu göstərə bilməsin və hər zaman egonu gücləndirməyə çalışır. Ona görə bizi incidən, sındıran, məhv eləyən insanlardan uzaq dururuq. Əslində isə onlar sənə göstərir ki, sənin egon heç nədir, yoxdur, ortada heç nə yoxdur. Amma biz qaçırıq, psixoloqlar deyir, qaçın, coachlar deyir, qaçın, taroloqlar deyir, qaçın. Amma bunlar bunu göstərir ki, sən yoxsan. Demirəm, mazoxist, sadist olmaq lazımdır. Həzz al səni alçaldanda. Yox, bunu demirəm. Onu deyirəm ki, görməlisən ki, sən yoxsan. Bunun üçün də praktikalar verilir. Bu qədər video çəkilib mən tərəfindən. Bardoda sən yoxsan. Hər birimiz keçəcəyik bu prosesdən. Bu sənin təbiətindir. Heç nəyin sahibi yoxdur. Ağlına gələn fikirlərin, ağlın özünün sahibi yoxdur. Hər bir şey öz-özünə baş verir. Bunu anlamaq çox çətindir. Çünki bu, niyə çətindir? Çünki bu ən sadə bir şeydir. Ona görə çalışın, praktika eləyin və ümid edirəm ki, mənim dediklərimi dəqiq formatda anlaya bildiniz. Anlaya bilmədinizsə, sizdən daha ağıllı olan, bax burada süni intellekt şey var da, sual vermək. Basırsan onu, deyirsən ki, bu adam nə danışır? Suallar versən və anlamağa çalışırsan. Bu qədər. Allah amanında qalın və çalışın ki, öz içinizə gedib öz mənliyinizin fərqinə vara biləsiniz.